Dil və nitq mövzusunun izahına baxırıq. Deməli, dil və nitq arasında bəzi fərqlər var ki, bunlar hansılardır? Dil ümumi hissəcəyə daşıyır, yəni hamıya aiddir. Bütün insanlar istifadə edə bilər. Amma nitq fərdi hissəcəyə daşıyır, yəni bir nəfərə aiddir. Daha sonra dil ictimai hadisədir həm də, yəni ictimai yenə ümumi hamıya aid olma kimi götürürük. Və dil ünsiyyət vasitəsidir. Yəni biz dil vasitəsindən bir-birimiz arasında ünsiyyət qururuq. Amma nitq isə ünsiyyət prosesidir. Yəni bizim həmin danışığımız, nitqimiz ünsiyyət prosesi adlanacaq. Bu tip aralarında fərqlər var ki, deməli, fərqlərini gördük. Dil ümumidir, ictimaidir, hamıya aiddir. Çünki biz hər kəs dil vasitəsilə bir-biri ilə əlaqə qurur, danışır. Nitq isə hər kəsin fərdi xüsusiyyətlərini, onun danışıq tərzinin özündə göstərir. Deməli, burada biz ümumiyyətlə dil və nitqdən danışdıqdan sonra dil ədəbi dil anlayışı meydana çıxır ki, hər bir insan ədəbi dildə danışmalıdır. Ədəbi dil nədir? Normalara tabi olan dildir. Yəni, müəyyən bir normalara tabi olan dil ədəbi dil olacaq. Bu normalar hansılardır? Leksik norma, fonetik norma, bir də qrammatik norma. Bu normalara tabi olan dil ədəbi dil adlanacaq. İndi isə ədəbi dillə bağlı qaydalarımıza baxaq ki, hansı normalara tabi olmalıdır. Birinci olaraq başlayaq leksik normadan. Deməli, leksik normada nədir? Ümumiyyətlə, biz leksikada keçmişik ki, sözün mənası, sözün işlənmə dairəsidir. Leksik normada da eyni ilə belədir. Yəni, sözün düzgün yerində işlənməsi, mənaya bələd olma leksik normanın əsas xüsusiyyətlərindəndir. Deməli, birinci qaydamız sözün düzgün yerində işlənməsi və artıq söz təkrarlarına imkan verilməməyi. Bu nə deməkdir? Birincidən başlayaq, yəni sözün düzgün yerində işlənməsi deyəndə nəzərdə tutulur. Tutaq ki, biz çay tökmək desək, burada artıq məna dəyişir. Çay süzmək şəklində olmalıdır. Yəni, burada çay süzmək düzgündür, ədəbi dildir, yəni leksik normaya tabidir. Amma çayı tökmək, burada artıq leksik norma pozulmuş olacaq. Yəni, sözlər düzgün şəkildə yerində işlənməlidir. Digərsə artıq söz təkrarlarına imkan verilməməlidir ki, bu nə deməkdir? Məsələn, deyirəm ki, yaşlı qoca qadın gəldi. Burada artıq onsuz da ki, biz yaşlı qoca qadın, bunlar hamısı yersiz təkrarlardır. Və ya qoca nənə gəldi, bilirik ki, nənə qoca olmalıdır. Və ya torpağın qumu, bu tip anlayışlarda biz deməli nəzərdə saxlamalıyıq ki, artıq söz təkrarlardır və bu leksik normanı pozur. Və digər bir qeyd olaraq yadda saxlayaq ki, leksik normada dəyişmə tez olur. Bu nə deməkdir? Çünki sözlər, yeni sözlər yaranır, sözlər köhnəlir, sözlər dəyişir. Əlbəttə ki, bu leksik normaya təsir edir. Beləliklə, ona görə deyirik ki, fonetik və qrammatik normaya nisbətən leksik normada dəyişmə daha tez olur. Və bir də ki, nəyi nəzərdə saxlayaq? Dildə kobuduna layiq sözlər var ki, biz buna varvarizm deyirik. Vulqarizmlər var ki, kobud sözlərdir. Varvarizmlər nədir? Tutaq ki, rus dilində olan söz istifadə eləmək, tutaq ki, xaladinlik, bu tip sözləri istifadə eləməyimiz varvarizmdir, vulqarizmdə kobud sözlərdir. Bunlardan da istifadəsində ədəbi dildə yer verilmir. Deməli, varvarizm, bir də vulqarizm, yəni vulqar sözlər. Lor sözlər də deyə bilərik. Bu tip sözlərə ədəbi dildə yer verilməyəcək. Bu da normanı pozan xüsusiyyətlərdir. Və ya məsələn, leksik normanı pozan başqa deyə bilərik ki, bayram vaxtı qapıya papaq qoydular. Burada papaq atdılar olmalıdır. Deməli, norma burada yenə pozuldu. Və ya onun maraqlı yaddaşı var idi desək, düzgün deyil. Bu artıq güclü yaddaşı var deyə bilərik, it yaddaşı var deyə bilərik. Sonra ağız çaşar, düzünü deyər. Belə bir ifadə var. Burada yenə səhvdir. Dil çaşar, düzünü deyər ki, bunları yadda saxlayaq. Daha sonra fonetik norma var. Fonetik norma nə olacaq? Biz normalda elə fonetikada keçdiyimiz qaydaların pozulması fonetik normanın pozulmasıdır. Fonetikada biz bir orfoqrafiya keçmişik, yəni sözlərin yazılışı. Bir də arfoepiya keçmişik.
Bir də arfa-epiyə keçmişik. Orfoqrafiya nə idi? Sözlərin yazılışı, arfa-epiya tələffüzdür. Həmin o fonetikada keçdiyimiz yazılışla bağlı olan qaydalar, tələffüzlə bağlı olan qaydaların pozulması fonetik normanı pozmaqdır. Yəni söz əgər səhv yazılırsa, orfoqrafik norma, yəni fonetik norma pozulur. Birinci olaraq sözün səhv yazılması. İkinci qaydanı yadda saxlayaq, durğu işarələri. Durğu işarələrinin səhv qoyulmağı və ya qoyulmamağı fonetik normanı pozacaq. Orfoepiyadakı əlbəttə ki, tələffüz fərqlidir. Yəni tələffüzün səhv verilməsi orfoepik normadır. Tutaq ki, qızlar gəldi şəklində versə, orfoepik norma pozulur. Qızlar gəldi şəklində olmalıdır. Yəni fonetikadakı o tələffüz qaydaları gördük ki, səhv verilibdir və ya heç söz tələffüzə dəyişir, amma dəyişmədən deyilirsə, bu artıq orfoepik normanı pozmuş olacaq. Həm orfoepik, həm də orfoqrafik norma fonetik normaya aiddir. Bizə desə ki, fonetik normanı göstər, fərqi yoxdur. Yazılış ya tələffüz, hansında səhv varsa götürürük. Və bir də nəyi yadda saxlayaq? Bəzən yazır ki, orfoqrafik normanı göstər, onda tələffüz səhvi varsa onu götürməyəcək. Çünki bizdən orfoqrafik normanı istəyibdir. Və bunu da yadda saxlayaq ki, fonetik normada dəyişmə gec olur. Leksikdə tez olurdu, fonetikdə amma gec olacaq. Çünki hər dəqiqə sözün yazılışı, mənası, məna tez-tez dəyişir, amma yazılış hər dəqiqə dəyişmir. Bu tip hadisələr gec olacaq. Sonra bir də ki, qrammatik norma var. Qrammatik norma nədir? Bu daha çox qrammatika ilə bağlıdır ki, burada şəkilçilərin səhv olmağı, birinci olaraq şəkilçi. Belə ki, tutaq ki, sözdə şəkilçi ardıcıllığının pozulmağı. Bu qrammatik normanı pozur. Tutaq ki, məsələn, isimdə deyirik ki, cəm, hal, mənsubiyyət, xəbərlik şəkilçisi gəlməlidir. Ardıcıllıq belədir. Bu şəkilçilərin sırasının pozulmağı qrammatik normanı pozacaq. Və ya cümlədə söz sırasının pozulması. Görürük ki, söz sırasının yeri dəyişibdir. Pozulubdursa, qrammatik norma pozulacaq. Bir də ki, tutaq ki, saylardan sonra, yəni müəyyən miqdar saylarını yazıram. Müəyyən miqdar saylarından sonra plus isim təkdə olacaq. Yəni, müəyyən miqdar saylarından sonra isim gələrsə, isim təkdə olmalıdır. 1 alma, 5 kitab, 7 qələm bu formada olmalıdır. Əgər cəmdə olarsa, qrammatik norma pozulacaq. 5 almalar desək, qrammatik norma pozulacaq. Daha sonra digər qaydalarımızdan var ki, tutaq ki, azdır, xeylidir, birazdır, sonra bir qədər. Bunlardan sonra isim yenə təkdə olmalıdır. Əgər cəmdə verilərsə, qrammatik norma pozulacaq. Saya aid qaydalardan gedir bunlar. Sonra bir sıra, bir çox. Bunlardan sonra isim cəmdə olmalıdır. Əgər bir sıra tələbədirsə, səhvdir, norma pozulacaq. Bir sıra tələbələr olmalıdır. Bir də sifətlər var ki, hansı sifətlərdir? Eyni sözün təkrarından yaranan. Eyni sözün təkrarından yaranan sifətlərdən sonra isimlər cəmdə olmalıdır. Verdiyimiz nümunə kimi şirin-şirin eyni sözün təkrarından yaranan sifətdir və özündən sonra gələn isim cəmdə olmalıdır. Əgər təkdə olarsa, qrammatik norma yenə burada pozulmuş olacaq. Sonra mübtəda ilə xəbər arasında normanı gözləməliyik. Mübtəda ilə xəbər şəxsə kəmiyyətə görə uzlaşmalıdır. Yəni, mübtəda təkdədirsə, xəbər də təkdə olacaq. Mübtəda birinci şəxsdədirsə, xəbər də birinci şəxs olacaq. Bu qaydanı gözləməliyik. Normalda tək olanlarda çox problem yaranmır. Tutaq ki, mən gəldim, sən gəldin, kitab maraqlıdır. Burada heç bir norma pozuntusu yoxdur. Çaşdıracaq bir məqam da yoxdur. Amma biz harda diqqətli olmalıyıq? Əgər mübtəda söz birləşməsindən ifadə olunubsa, biz ikinci tərəfə baxırıq. İkinci tərəf təkdədirsə, xəbər də təkdə olacaq. Cəmdədirsə, xəbər də cəmdə olacaq. Məsəl üçün, nümunə yazıram. Tutaq ki, şagirdlərin çoxu gəldi. Bu normaya tabidir. Normaya tabi olma səbəbi odur ki, biz burada mübtədamız şagirdlərin çoxudur, gəldi xəbərdir. Bu təkdə olduğuna görə xəbər də olacaq təkdə. Yəni, buradakıların heç bir önəmi yoxdur. Biz həmişə ikinci tərəfə baxmalıyıq. Və ya
İnsanların hamısı, onların çoxusu. Bax, belə olanda yenə əgər mübtəda təkdədirsə, xəbər də təkdə olacaq. Məsələn, desək ki, çoxları razılaşdı. Burada artıq norma pozulacaq. Yəni, bu norma pozuntusu sayılır. Çünki belə olmalıydı. Çoxları razılaşdılar. Yəni, mübtəda cəmdədir deyə xəbər də cəmdə olmuş olacaq. Bir də həmcins üzvlərdə dediyimiz qaydalar var ki, tutaq ki, mübtədalarla bağlı ki, əgər həmcins mübtədalar verilibdir, mübtədalardan biri birinci şəxsdədirsə, xəbər birinci şəxsin cəmində olacaq. Tutaq ki, mən, bacım, atam gəldik. Orada mən var deyə mübtədalardan biri birinci şəxs olduğuna görə xəbər də olacaq deməli birinci şəxsin cəmində. Və ya biz, bacım, qardaşım gəldik. Əsas odur ki, mübtədalardan biri cəmdədir, yəni birinci şəxsin cəmindədir və ya təkindədir. Biz bu vaxt baxmalıyıq ki, xəbər də birinci şəxsin cəmində olsun. Məsələn, nümunə yazıram. Belə yazaq bunu qayda kimi. Mübtəda deməli birinci şəxsin tək və ya cəmi olarsa, bura həmcins sözünü də yazıram. Yəni, söhbət həmcinslikdən gedir. Mübtədalardan biri birinci şəxsin təkində və ya cəmində olarsa, yəni ya mən sözü, ya da biz sözü olarsa, xəbər onda birinci şəxsin cəmində olacaq. Tutaq ki, biz, bacım, qardaşım gəldik. Deməli, burada biz olduğuna görə gəldik oldu. Və ya mən sözündən dəyişə bilərik, eyni şey olacaq. Deməli, bu oldu birinci şəxsin tək və cəmində olmasından bağlı. Bir də var ikinci şəxsin tək və cəmində olma məsələsi. Məsəl üçün, əgər mübtəda ikinci şəxsin tək və cəmində olarsa, yəni sən və siz olarsa, xəbər ikinci şəxsin cəmində olacaq. Siz, bacım, qardaşım, gəldiniz və ya sən, fərqi yoxdur, hansı olur olsun, sən, bacım, qardaşım, gəldiniz şəklində olacaq. Bu oldu deməli yenə ikinci şəxsin tək və cəmində mübtədanın olmağından bağlı. Bir də məqamımız nə ilə var? Üçüncü şərir. Məsələn, və mübtəda üçüncü şəxsin tək və cəmində olarsa, xəbər də yenə üçüncü şəxsin cəmində olacaq. Məsələn, onlar adlarını çəkirik, tutaq ki, şagirdlər, müəllimlər gəldilər şəklində gedəcək. Yəni, cümləmiz bu formada olacaq. Digərləri kimi eyni qaydadadır. Bir də normalda digər, yəni bu danışdıqlarımız həmcinslə bağlı idi. İndi həmcins olmayanlara baxaq. Həmcins olmayanlarda necə gedəcək? Tutaq ki, xəbər mübtəda üçüncü şəxsdədir. Əgər mübtəda üçüncü şəxsin cəmindədirsə, cəmindən gedək. Həmişə xəbər üçün cəmində olmayacaq. Nəyə diqqət edirik? Əgər mübtəda insan anlayışı bildirirsə, insan anlayışı olarsa, xəbər cəmdə. İkinci qayda. Mübtəda heyvan və digər canlı yazıram. Olarsa, xəbər təkdə də ola bilər, cəmdə də ola bilər. Tək və ya cəm, hər ikisi düzdür. Üçüncü qayda, mübtəda əgər cansız varlıqlar olarsa, xəbər təkdə olmalıdır. Cəmdə olmağın qrammatik normanı pozacaq. Məsələn, nümunə götürək, insan anlayışına bağlı hamısına aid yazaq. Tutaq ki, şagirdlər gəldi olsa, norma pozulacaq. Çünki biz demişik ki, şagirdlər gəldilər olmalıdır, cəmlə getməlidir. Şagirdlər gəldilər. Daha sonra heyvan və ya digər canlı, balıqlar üzür. Üzür. Bir də üzürlər. Hər ikisi də üzlü. Yəni, ikisini də norma pozuntusu kimi götürmürük. Bu da düzdür, bu da düzdür, digərləri kimi. Bir də cansızsa, deyiləm, yarpaqlar töküldü.
təkdə olmalıdır. Çünki bizim qaydamız var ki, xəbər təkdə olmalıdır. Bu məqamlara diqqət eləsək, qrammatik norma ilə bağlı problem yaşamarıq. Amma diqqətli olmalıyıq bu hissələrdə. Sonra mübtəda xəbərlə bağlı dedik. 8-ci qaydamız olacaq cümlədə iki inkarın işlənməsi. Cümlədə yalnız bir dənə inkar işlənə bilər. Yəni, iki dənə inkar işlənərsə, qrammatik norma pozulacaq. Məsələn, nümunə yazaq ki, o nə yazmır, nə oxumur. Burada artıq norma pozuldu. Normanın pozulma səbəbi odur ki, nə bir dənə inkar, yəni nə də onsuz da eyni gedir. Bunları bir dənə sayırıq. Oxumur, mamədə bir dənə inkar. İki inkar ola bilməz. Belə olmalıydı. O nə oxuyur, nə yazır. Yazır. Bu da oldu deməli qrammatik normadakı testlərə düşən əsas qaydalarımızla bağlı.